Prosedur onda eləmişsiniz də 2 il bundan qabaq eləmişsiniz. Düzdür, bundan qabaq. Hə, keçən də xırdalanda botoks vurdurmuşdum. Yenə botoksa ehtiyacınız var. Botoks lazımdır sizə. Lazımdır. Bəli, lazımdır. Bir də sol rəngim zadım da belədir. Rənginiz də belədir. Egzason məsləhət görərdim. Kökü ceyran. Biraz canlandırsın, rəngini açsın. Bir də 7.5 nöqtə zad effekt verəcək. 7.5 nöqtə də effekt verəcək. Ancaq məsləhət görərdim ki, yəni onda ona çox gələsiniz. Bir dəfə ilə yox, bir neçə dəfə gəlməlisiniz. Çünki yanaqlarınızda özünüz də görürsünüz, düşmə var. Ağız ətrafınız da düşüb sizin, üzünüz də düşüb. Burada buru ilə əmələ gətirib. Yəni bu birdən-birə bunu belə qaldıra bilməz. Siz ilk növbə rəngimdən başladınız deyə, rəng söhbətidirsə, egzasonla rənginizi daha yaxşı eləyə bilərəm. Kökü ceyran. Yəni narkozla zadı olan şey. Yox, kökü ceyran, o da mezo şəklində vurulur. Mayedir, flakonlarda da hazır. Yəni neçə vurursun? 250 manata. Bəs 5 nöqtənin? 5 nöqtənin 155 manatlığı var, bir də 280 manatlığı var. Fərqləri də var ki, onların. Fərqləri istehsalatdır, ölkə buraxılışına görə. Bir də qalıcılıq söhbətləri var. Yəni necə? Biri var ki, 155 manatlığı 3 dəfə eləyəsən hər ay. Biri də var ki, 280 manatlığı bu ay eləyirsən. Bir də məsələn xanımlarımız var ki, 3 aydan sonra gəlir. Amma elə xanımımız da var ki, bir ayın tamamında yenə gəlir ki, mən istəyirəm. Çünki onun nə vərdiş olması yoxdur, nə də ziyanı yoxdur. Bəs 7 nöqtə? Eynidirlər xanım. Bunlar hamısı bir şpritsdirlər. Yəni bir preparatdır, biodur. Kimisi onu 5-dir, kimisi 6-dır, kimisi 7-dir, kimisi 10-dur. Çünki mən məmnuniyəm. Qızlar orada dedi ki, adına 7 vurdur, mən bilmirəm. Başım çıxır. Eynidir. Deyirlər ki, sənə o yaxşı gedəcək, nəminə, onu vurdurarsan. Hə, onu istəyərəm. Botoksu eləyin, qaşlarınız. Botoksu neçə deyəcəksin? Botoksu 170 manata.